Onda mən belə başa düşürəm ki, radarların da olmağını istəmirsiniz. Yox, radarların niyə olmaz? Niyə? Onun nə dəxli var ki? Yox, nə bilim, deyirəm bəlkə. Yox, onda hər yerə radar. Yox, radara hər yerə. Gəldi o bir təklifə. Gəldi o bir təklifə. Radar işarəsinin olmasının əleyhinəyəm. Radar işarəsinin, radarların yox. Radarlar olsun, hələ ondan da çox olsun. İş orasındadır ki, söhbət ondan gedir ki, sürücülər deməli, radarı görəndə quzu balasına dönürlər, sakit sürürlər. Radar olmayan kimi başlayırlar sürəti artırmağa. Bu bilirsiniz nəyə oxşayır? Elə bir ki, binaya bir nəfər yaxınlaşır, hansısa evə girməyə gözü düşüb də. Baxır, orada yazılıb, burada bu balkonda yazılıb, burada siqnalizasiya var, burada siqnalizasiya var. Aha, burada siqnalizasiya yoxdur, bu evə girəcəm. Deməli, bilirsiniz necədir? Axı, yol hərəkəti qaydalarını kobud sürətdə pozanlar da bizim rahatlığımızı əlimizdən oğrayır. Ona görə belə misal çəkirəm. Bizim rahatlığımızı oğrayır, bizim hərdən həyatımızı əldən alır. Ona görə radarlar olsun, amma radar işarəsi olmasın. Sürücü həmişə fikirləşsin ki, burada da radar ola bilər. Yoxsa indiki kimi, burada radar var, orada radar işarəsi var. Qarşıda radar var. İndi ağla batdı. Bəli, o mənada deyirsiniz. Bəli. Başa düşdüm sizi. Yəni mən belə başa düşürəm ki, yəni nəzarət gücləndirilsin deyə Adil müəllim. Nəzarət deməli yetərincə deyil. Yox, nəzarət yetərincədir. Ancaq bu dediklərim olsa daha yaxşı olar. Nəzarət sürücülər özlərini daha çox yığışdıracaqlar. Nəzarət və cəza yəni qəzaların sayını bunlar azaldacaq.